Mənim əlavəm var. Deməli, biz yığışmışıq. Əsas məqsədimiz nədir? Təhlükəsizlik barədə. Bir element barədə danışmaq istəyirəm. Hansı ki, təhlükəsizliyi artırırdı və sonra onu başladılar yığışdırmağa. Saniyə ölçənlər. Bəli. Saniyə ölçənlər. Bəli, çox təəssüf. Deməli, bəzi mütəxəssislər başladılar yazmağa. Elə sizlə də Yasin müəllim söhbət eləmək istəyirəm. Siz yaxşı mütəxəssissiniz. Başladılar ki, onu yığışdıraq. Onu yığışdırılsa yaxşıdır mütəxəssislər. Çünki o təhlükəsizliyi azaldır. Yasin müəllim, yaxınlaşırdın, yanır 10 saniyə, sürəti azaldırdın, svetofor tez yansa da bəzi svetoforlar 3 dəfə yanır. Amma indinin özündə bəzi svetoforlar sarı və qırmızı tormuz verməli olursan. Tormuz verməsən cərimə, tormuz verirsən arxadan zərbə. Var eləsə. O saniyə ölçənlər o svetoforların ayıbını örtürdü. 10 saniyə qalıb azaldırdın və hesablayırdın və biz necədir? O saniyə ölçənin psixoloji bir deməli, qırmızını gözləyəndə sürücülər hövsələsiz olurlar ki, hava yanacaq. Amma saniyə ölçən olanda gəlir. Hə, artıq 20 saniyə qalıb. Hə, artıq 10 saniyə qalıb və daha təmkin olurlar. Və bəzi mütəxəssislər qayıtdılar ki, o təhlükəsizliyi azaldır, onu yığışdıraq. Bəzi yerlərdə yığışdırıblar. Mənim özümə başım gəlir. Yaxınlaşam, birdən-birə sarı, birdən-birə qırmızı. Güzgəyə baxmasam, tormuz versəm, keçdin cərimə. Sizin fikriniz necədir? O mane olurdu mu sürücülərə? Vallahi bax o son saniyələrdə keçməyə çalışan sürücülər var. Hansı ki, məsələn 4 saniyə, 3 saniyə, 2 saniyə, 1 saniyə bu momentdə də keçən sürücülər var. Bunlar da biraz məsuliyyətsizlik, biraz hamısı deyil da. Bu təbii ki, 1-2%. Yasin müəllim, qurban olum, sözünüzü kəsirəm. Buyurun. Mənim 35 ildir, 40 ildir, sizin kimi siz də neçə illərdir. Deməli, mən gözümü açandan, sükan arxasına oturandan qırmızının axırıncı saniyəsinə gedən sürücülər olub və indi də var. İndi də var. Yəni o saniyə ölçən olmayanda da qırmızının, ona görə mən tələbələrimə deyirdim ki, yaşılın axırıncı saniyəsinə getmə. Elə öyrədirəm. Niyə? Sənin yaşılığın axırıncı saniyəsi onun qırmızısının axırıncı saniyəsidir. Belə, yəni bu cavab deyil. Yəni nəyə görə? Həmişə olub qırmızıya keçənlər saniyə ölçənlərdən qabaq. Saniyə ölçənlərlik deyil o hövsələsi. Başqa arqument deyin. Yox, mən onu demək istəyirəm. Yəni bu yığışdırmaqda bu arqumenti qabağa qoyurlar ki, sizin fikriniz deyil bu. Mənim fikrim deyil. Belə bir şey daha böyükləri quraşdırılır ki, daha uzaq məsafədən görülsün, daha belə görünür vəziyyətdə olsun və mən bunun yığışdırmasının əleyhinəyəm. Mən nə xahiş eləyərdim o işə baxanlardan, o qurumlardan. Deməli, əgər imkan varsa qaytarın. Əgər çox çətindirsə, o olan qalanlar var. Onlara siz Allah dəyməyin. Onlar kömək edirdilər. Bir nətər deyim, bir təlimçin kimi, bir deməli qəza əleyhinə kursları. Vallahi onlar qəzaları azaldırdı. Bacarırsınız, qaytarın. Aydındır, aydındır.